Bismillahirrahmanirrahim. Ulu Tanrı adı və yadı ilə. Gedək şuraq bu günləri hangi kitab bizim şansımıza çıxır oxuyaq. Bu günləri beyin mühəndisliğine qarşı Türkçe əski kitabların 419-cu bölümündə İstiruqşi bir başqa kitabla tanış olaq və onunla yaşayaq biraz. Geçənki günlərdə musiqilər və havalar haqqında geçənki günkü oxurduq, hangi gün idi? O kitabla tanış olduq ki, iki dana musiqiçinin musiqilərin topladıkları musiqi havalarıyla tanış olduq. Orada təəssüflə mən musiqi ilə tanış olmadığım üçün eləyə bilmədim onları o musiqi səsləri ilə və havaları ilə oxuyaq. Ondan sonra getdik Risale-i Moğoli və Cami Cəhannumaya baxdıq ki, farsça oldu və onu da orada qutardıq. Sonra bir kitaba baxdıq, adı Töhfətü Türkü Fima Yəcbə ən yu'mələ fil mülki ya yu'mələ fil mülk. Bu da ərəbcə oldu. Ərəbcə oldu, bir-iki səfhəsinə oradan buradan baxdıq. Amma siyaset hakkında o şey ki dövlət Türklərin hədiyyəsidir insanlıq dünyasına siyaset sahəsində. Töhfətə Türkü fima yecbə ən yu'mələ fil mülk. Türklərin töhfəsi, hədiyyəsi o işlərdə ki lazımdır dövlət mülküdə icra eləsin. Bunları gördük. Yəni bu kitablarla az da olsa bir tanış olduq adları ilə. O ərəbcə idi, amma mən çalışdım ki onun əsli kitabın özünü tapım. Buradan tapa bilməmişəm, bir-iki mənbəyə baxdım, amma eləyə bilmədim o kitabın əslini tapam. Əslini tapsam oxuyacağam. Çünki mənə çox yapışdı o kitab. Ərəbcəsi mən nəzərimə gəldi ki, oxuya bilərəm. Biraz türkcəmdən adcacan zəif olar, amma bir ayrı kitab görürük. Bu da nəzərə gəlir ki, əlyazıdır, amma baxaq görək ki, necə bir əlyazı ola bilər. Bu kitabı biraz qısaldaq, yerləşsin bura və sonra bunu görək. Bu əlyazı olmayacaqdır və əlyazı yazıbdır nədən isə Fərhəngistan Ulumi Cumhuriye Şurəviye Sosialistiye Azərbaycan Enstitüsü Xavərşinasi Muhammed ibn Hinduşah Nəxcəvani Dəsturul Katibi fi Təyin Məratib. Kitabın adı Dəsturul Katibi fi Təyin Məratib, cüz-i əvvəl az cildi yeküm. Bu birinci cildin birinci cüzüdür tarzı. Mətn elmi və intiqadi ba müqəddəmə və fehristha be sə'y و ihtimam və təsih Abdülkerim Əlioğlu Əlizadə. Moskva 1964. Hüdudən bu deyək ki 80-40 il oldan 60 neçə ilin ömrüdür bu kitab. Onun üçün çox çap olacaq, amma beləsi yazmışdı. Əl xəttinə bənzirdi. Bi xatirəyi Ərcümənd valideynəm Əli Lütfi oğlu və xanım Dadaş qızı ithaf migərdəd. Belə bir kitab. Sonra bu kitab bir yerdə bir möhür vurur, amma oxunmur. Nəzərə gəlir ki, bu farsça bir kitab olacaqdı. Ehtimalən Türk dili haqqında farscadır, bəli. Farsça bir kitabdır və düz yazılıbdır ki, bu məncə bu çapdır, amma o zamanlar çap var. O zamandan çox qabaq çap var yəni əslində. Kitaba baxıram beləsi, çox taza bir kitabdır təbiətən. Əlizadə Tarix, İctimai, İqtisadi və Siyasi Azərbaycan در قرن 13 və 14 Bakı 1956 این اثر علاوه بر تاریخ اجتماعی اقتصادی و سیاسی آذربایجان همچنین تاریخ ایران و کشورهای مجاور را در قرن 13 و 14 احاطه می‌کند. Hər halda bu kitab 637 səhifəlik bir kitabdır, yəni. Farscadır və bu da dediyimiz kimi oxumayacağıq. Çünki bizim burada əl yazmaları ehtimalən ortasındadır. Yəni mən
Surət əvvəl der əlqab və salatin və zikr katib 6 növ və duay ərəbi. Tamam, bu kitab bizim dərdimizə dəyməz. Farscadır. Biz farsca olduğu üçün bu kitabı oxumayacağıq. Gedək, bunu da Dəsturul Katib. Bunun qabağında yazaq farsi, bəlli olsun ki farscadır və biz onu oxumayacağıq. Tamam. Kitabı Edward Leeden yazması. Bu nədir? Bu Edward Leeden hangi dildə yazıb? Əvvəl bunun dilinə baxaq. Türkcədir. Bir-iki cümləsini gördük. Kitabın, tamam, buna baxaq. Bu kitab 45 səhifədən ibarət bir kitabdır. Səhifəyə yerləşsin, kitaba baxaq. Kitab bir qırmızı qərə cildi, yox, bir qərə cildi var imiş. Üstünə Osmanlı dövründə suyun üzündə olan nəqqaşidən qırmızı ilə qərəni qatıblar. Bir nəqqaşi çıxıbdır, kitabın üstünə yapışdırıblar. Kitabın bu işlənibdir, köhnəlməsi görsənir. O birisi səhifəni açanda burada bir ingiliscə ya latincə bir əlif, bir L və W görürük. Ehtimalən kitabın birazı cırılmışmış, yapışdırıblar. Bəli, kitab cırılmışmış. Sonra bir ayrı səhifəyə gedirik və bu səhifənin arxası yazılıdır. Amma bu üzü boşdur. Ehtimalən kitabdan cırılıbdır, yəni ayrılıbdır. Çürüyüb kitabın qıraqları, bunu görürük. Bu tərəfki görürük. Bu tərəf kitabın ağız tərəfi olmalıdır. Bu tərəf üzrsən, bu aşağı tərəf ki, yəni əlimin burada tuturam, bu sağ tərəf. Bura kitabın şirazəsi tərəfidir və qıraq tərəfi isə, yəni eşik tərəfi isə bu tərəfdir. Çürüməyi hər tərəfdə görürük. Çox da çürüyübdür. Bu birinci səhifəsi vərəqin ağdır. İkinci səhifəsinə baxaq. Haza kitabı Edward. Mən orada Edward oxudum. Edward Leeden. Bu Edward'dır. Edward deyilmiş ehtimalən. Kitabın yəni ağzına tərəf 5 sant boşdur, üstdən də 2-3 sant boşdur, aşağıdan da əlbəttə 3 santıdan çox, bəlkə 4 sant boşdur, aşağıdan da 2 sant yarım, 3 sant boşdur. Sonuncu səhifənin tüm nömrəsi yoxdur. Kitabın aşağıda yazıdan qıraqda sonuncu kəlmə nə ilə başlayacaq, onu qoyubdur. Ondan davam edir. Çərçivəsiz adı yoxdur. Qərə bir gözəl xətt ilə yazılıb ki, bunu mənim kimi savadsız da oxuya bilsin. Bəzi kəlmələrin başı üstə qırmızı xətt çəkibdir ki, o ya ərəbcədir, hər halda onun önəmini göstərir. Bəzi hərflərin də üstündə bunu görürük. Kitabın şirazəsindən də baş tərəfdən çürüməyi kamil görürük ki, çürüyüb gedibdir və bu şəkildə əl yazı davam edir. Burada bir səhifəyə yetişirik, kitabda 7-ci səhifəni göstərir, PDF-də 14-cü səhifədə yox. Burada 6 dana dairənin görsənir ki, bir-birinin iki bir-birinin yanıncan 3 rədifdə çəkilibdir. Hər dairə özü 3 dana dairədən ibarətdir və hər dairəni 4 yerə bölünübdür. Hər o 4 yerdə bir şeylər yazıbdır. O nə deməkdir? Onlara da bir əgər imkanımız olsa baxarıq. Sonuncu səhifədə bir dənə ayrı dairə var. O dairə 1, 2, 3, 4, 5 dairə bir-birinin içində və hər dairə özü bir neçə yerə bölünübdür. Aşağı dairə, mərkəzi dairə 4 yerə bölünübdür. Ondan sonra o birisi dairələr hərəsi nisbətinə bəzisi az, bəzisi çox bölünə qırığa gəliblər. Bu da belə bir vəziyyətdir. Burada bir cədvəl ilə 4 xanəli cədvəl ilə cədvələ qarşılaşırıq və bir çox kəlmələr burada üstlərinə xətt qoyulubdur. Burada bir şeir ehtimalən ərəbcə olacaqdır. Qarşılaşırıq və burada bir musiqi notlarını görürük. Mən buradan bir əks salım, bu çox cəlib olacaqdır. Bu musiqi sazlarının əksin çəkibdir və onların simləri nə cür bağlanacaq, ya telləri, biz qədim tel deyirdik, indi sim deyirlər ehtimalən. O nə cür bağlanacaqdır, adları nədir, nə deyil, onu göstərir. Burada hətta məsələn İsfahan, Çarqah, Rast, Doqah, Hüseyni, hər sazın o simində bir şey və kitab burada qutarır.
Sonra sonki səhifədə bir farsca bir şeir ehtimalən və sonki 2-3 səhifədə boşdur. Son səhifədə kitabı hər kəsin əlindəymiş bir nəqqaşlıq edib burada bir gözəl xətt ilə bir şeylər yazıb ki, mən oxuya bilməyəcəyəm təbiətən. Və bu kitab bizim əlimizdə deyil, ehtimalən Avropalıların əlindədir və cildi də gördük, beləsi qutardı getdi. Qeydaq kitabın əvvəlindən bu kitab qıssada olduğu üçün buna baxaq. Haza kitabi ədvar. Musiqi oldu. Bu kitabı mən axirində gördük ki, bu kitab bir musiqi kitabıdır. Bu da bir neçə cələsənin içində 3-cü kitab olacaq ki, musiqi haqqında oxuyuruq. Öncələr də bir-iki kitab musiqi haqqında tanış olmuşduq. Haza kitabı ədvar. Biraz kitabı yekəldaq, gözümüz rahat görsün, görək ki, nə olur. Sümmiyəhu təsmiyəhu qilə namullah işlə. Təsmiyə qıl. Qatışdım ərəbcə, türkcə oxuyayım, gördüm ki, yox, axıda. Təsmiyə qıl namı Allah işində. Azməmişə anınla iş olə. Şeir halətidir. Yəni, bu şeirdir, mən oxumağın başarmıram, onun üçün beləsi təsmiyə qıl namı Allah ilə işinlə. Azməmişə anınla iş önə. Faili muxtar zira oldurur. Cəhli xamın elmi ilə olurur. Oldu o əvvəl Adəm ondan Müstəfa ki, oldurur lütfi İsa həmkan səxa. Ana və ovladı ruhinə tamam. 100,000 salatu və səlam. Qutardı. Burada o özünün iradətin Allah-u Təbarək və Teala'ya Bismillah yerinə şeirinə dedi və Allahın sifətlərindən də saydı. Sonra da Həzrət Peyğəmbər və onun ovladına salam-ı salavatın göndərdi. Amma bil ki mədaril irfa, ürəfa, mənbəi lütfi vəfa, bülbüli həqaiq, çariyi həqaiq. Bunlarda ki dururam, bunlarda özü bir nüqtə ki qoyubdu, ona görə dururam. Yəni bir nəfəs yeri alıb. Əlbəttə sorular davam etmir. Heyfdir burası. Çox gözəl yazıbdı, amma nə? Amma bilkil, mədaril ürəfa, mənbəi lütfü vəfa, bülbüli həqaiq, çareyi xəlaiq, tuti cənnət, şükufe bostan, muqəd seyyid, əhl-i musiqi, Abdülqadir Məraqidən söz gedir. İhtimal verirəm ki, o olacaqdır. Əhl-i musiqi, Abdülqadir qəfərallahu və li cəmi'il müslimin, ölübdür Abdülqadir bu kitabı yazanda. Vəl müminat çün bildik ki Xacə Nəsrəddin Farabi rəhmətullah, yəni o bilibdi ki Xacə Nəsrəddin Farabi rəhmətullah əleyh rəhmətən vasiə elmi musiqidə çox kitablar təsnif qılmış, kimi parsi və kimi ərəbi, amma türkçü lisanıda yox idi. Dilədi kim? Bu deyir ki Nəsrəddin Farabi fars və ərəb dilində musiqi kitabları yazıbdı, çoxlu. İndi Abdülqadir Məraqi ehtimalən Məraqəli Abdülqadir bu haqda kitab yazmağını istəyir. Dilədi kim Türkiye'də dəxi bu kitab təlif eylədi 7 bab üzərə bünyad edib adını ruhi pərvər qoydu. Pəs kitabın adı burada əlbəttə bu kitabın adı deyil. Bu kitabın adı Ədvardır. Amma o kitabın burada mən bir şey açım, onun içində yazım ki Abdülqadir Məraqinin musiqi kitabının adı nədir? Ruhi Pərvər. Təlif eylədi 7 bab üzrə. Bünyad 7 bab üzrə bünyad edib adını ruhpərvər qoydu
və hər birinin keyfiyyətin zikr qıldı. Hər kim köyündə, sazində ligə həvəs qılsa, hər kim köyündə, öz məhəlləsində, köy əslində qədim deyək şəhərdir. Amma hər kim köyündə sazəndəliyə həvəs qılsa, layiq dövlət və qabil söhbət ola. Biz fəqirləri və məcmu ustadları xeyli duadan faramuş buyurmayalar. Məcmu muradları hasıl ola. İnşallah Taala və dəxi bil ki, kim bu kitabın bəradi bir adı ədvarıdır. Aha, pəs elə həman kitabın adı bir adı ədvardır. Pəs bunu yazaq. Ya da ədvar. İki adı var. Biri Məraqidir, biri də budur. Pəs onda bu Məraqinin kitabının götürüb üstünə şərhi yazıbdır. Bir adı ədvardır, yəni dönər. Özü mənidir ki, dönmək mənasındadır. Məsələn, çərxi kim dönər 12 burc üzərinə, bu dəxi 12 məqamıdır. Yəni musiqi 12 məqamdır. 6 avazə və 4 şöbədə 6 avazə və 4 şöbədir. Nətəkim 4 ünsürdən od, töprək, su, yel. Bir mənidə 7 avazıdır. Hər halda beləsi dedi ki, musiqini böldü, dedi 12 burcu var. Burc üzərinədir. Bu 12 məqamıdır. 12 ay ki vardı göydə. Onların üstünə 12 məqam düzəldiblər. 6 avazə vardı və 4 şöbədədir. Nətəkim yerdəki bu 4 dənə əsl ünsür var, deyir onların üzərinə. Bu mənidə 7 avazdır. Bir ayrı mənada deyir ki, oldu demişdi 6 avaz, indi deyir ki 7 avaz da ola bilər bir mənada. 7 yıldız vardır. Pəs o 4 şöbədən 24 şöbə hasıl olmuşdur. 24 dənə məqam şöbə hasıl olmuşdur. O 6 ilə 4, 24 elər. Onu istir deyən. Şöbədən 24 şöbə hasıl olmuşdur. Nətəkim gecənin və gündüzün 24 saətinə müvafiq düşə. Və bunlardan qeyrisi tərkib ol məqamlar və avazlar və şöbələr və tərkiblərindir ki, əşəğədə bəyan edəriz dəxi. Bu da deyir ki, qalanları bunların tərkibi iləndir. Bunları bir-biri ilə qatmaq iləndir. Nə deyir? Mən musiqi oxumadığım üçün təəssüflə bunları danışıb anlamıram. Əşəğədə bəyan edəriz və dəxi bu elm musiqi 8 hərf üzərinə məbni olmuşdur. 8 hərfin üzərinə. Bəlkə bunları burada musiqini öyrənək biraz. Əvvəl hərflər oldur kim rivayət qılırlar. Adəm Peyğəmbər əleyhissalam Haqqı Subhanəhu və Teala kəndi lütfündən zuhur qılmaq istedi. Qalibini rast qıldı və ruhinə əmr qıldı ki, var mövzeində sakin ol. Diyor. Pəs geçən Haqqı Teala əmri ilə ruhi qalibi tənə gətirdilər. Mələikələr dəxi ruhi mələikələrdən sordular kim? Bu nə dövranlardır? Bu nə dövranlar dedilər? Kim? Kimsə can, kimsən cansən. Kim? Sən cansən, bu təndir, bu 4 hərfin. İndi bunlar hangisi olacaqdı? Aşağıda yazacaq ona görə. Dedilər, kim? Sən cansən. Sən, S, nun, cim, əlif, nun. Onda olacaqdı. Sin, nun, cim, əlif. Bu 4 dənə. Qalanı tikrardır. Bu təndir. Bu 4 hərfin. Burada bir müşkül çıxdı ehtimalə. Mən bunu görüm ki, nə cür həll edəcəyəm. Bu beləsi olacaqdı. Tamam, umarım ki tamam, qeyddir. Da onu o dəxi 4 hərfi bəyan. Aha. Sən cansən.
bu tendir. Bu 4 hərfin sədasını eşidəcək laki dedi. Ol dahi 4 hərfi bəyan qıldı. Bu da laki. Alif, lam, kaf, ye. Alif orada var idi. Bu şey oldu 7 dənə burada. Ol dahi 4 hərfi bəyan qıldı. Ol 8 hərf bu 4'dür. 8 hərf bu 4'dən deyir ibarətdir. Yəni nun, re, dal, alif, kaf bunlar olacaqdır. Bu 4 dənə. Ey bu 8 hərfin sədası Adəmin ürəyinə nun, re, nun, ra, dal, alif, kaf 1, 2, 3. O kaf değil. Okey. Nun, re, dal, alif. Ki iyi bu 8 hərfin sədası Adəmin ürəyinə toğundu. Ondan bir şovq peyda oldu. Başına çıxdı. Adəm əksərdi. Adəm əksirdi. Bilmirəm nə deməkdir. Elhamdülillah dedi. Ol sədası çox iyiydi. Ol dəmdən bəri biqərar olub gecə gündüz 24 saatdə 7 yıldızla 12 burcu dövr edər oldu və dəxi avazə rivayət eylə qılır kim Hindistan mülkündə bir əcayib quş vardır. Adı Quqnusudur. Cüft olunmaz 1000 yıl yaşar. Cüft olunmaz 1000 yıl yaşar. 1000 yıl yaşar. Qəçən ömrü tamam olmağa yəqin olacaq bir dərənin için ağacla toldurur. Ağacla. Bir dəvənin için ağacla toldurur. Dəxi ol ağacların üzerine çıxar. Dəxi onun burninin 366 dəlici vardır. Onun burnunun dimdiyinin 366 dəlici var. Hər günə görə bir dənə. 366 gün o ağlayacaq orada. 6 dəlici vardır. Hər birindən bir dürlü səda çıxar. 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 Dürlü noha ilə əza eylər. 3 gün, 3 gecə tamam olacaq. 4-cü gün burnunun dəliklərindən bir od çıxar. Ol ağacları yakar. Kəndi dəxi belə yanar. Bir yıl tamam olacaq kendinden bir kendi gibi kuş hasıl olur. Bir il üstünden geçer yani. İndi bu ahenciler anın burni sedasından hasıl oldu derler. ve dahi bazılar ederler. Çarxı kim Nuh felek üzerine kıldığı zarlık avazesinden hasıl kıldılar. Dediler ve dahi bil kim insanın insanlığı kemal-i ma'rifet kılmakledir. Zira Resul Hazret aleyhi buyurdular. Aleyhi burada salavat yazsa da o yazılmıyor burada. Zira Resul Hazret aleyhi buyurdular. Şemmetül ma'rifeti hayrun min kesiril ameli. Ma'rifet hasıl olmaz illa amelle ve illa kim ilmide bahs vardır. Amelde bahs vardır. Ma'rifet hasıl olmaz illa amelle ve illa kim amelde bahs vardır. Amel ne deməkdir? Deyir bunda uzun danışma olar. Nitekim Resul aleyhisselam buyurur. Ma eksərəl əşcari və leysə külləhə biseməretin və ma eksərəl simari və leysə külləhə təyyibün və eksərəl ulemai və leysə külləhə mürşidun və ma eksərəl ulumi və leysə külləhə yenafiun benafiun. Yani dünyada ağaç çok cümlesi yemiş vermez ve dünyada yemiş çok cümlesi tətlu degildir. Dahi cahanda alim çok cümlesi mürşid-i kamil degildir ve ilm çok cümlesi menfaatli degildir. Pes Müslüman olana
gərəkdir kim əvvəl elmi din hasil edə, ondan sonra bir əməl və bir elm hasil edə ki, onunla nəfsini bilə və ol nəfsi bilməklə Rəbbini bilə. Zira Həzrət Rəsul sallallahu aleyhi və musiqi deyəcək, amma əvvəl musiqi görürsünüz ki, bu müsəlmanlarda, türk müsəlmanlarda özəlliklə musiqiyə gedən yer, Allaha gedən yol musiqidən geçəcək. Amma əvvəl gərək bir elm tanıya, bir şey ola, onunla Allahı tanıya. Bu çox cəlib bir şeydir. Rəsul sallallahu aleyhi və səlləm buyurur, mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbəhu və dəxi bu sözə münasib hədis-i qudsidə buyurur, küntü kənzən məxfiyyən ən əhbəbtu və ən ərəfə və ma xələqtul cinnə vəl insə illə liyə. Burada bir hədis və bir də ayədən bir ayə gətirdi dalbadal. Yəni ey liyərifu dərlər. Burada yəbidun sözünü deyir ki, bu deyil ki, gedib namaz qılasan. Yox, deyir ki, oxumaqdır. Allahı özsüzəm, yərifdir, tanımaqdır. Ey liyərifu dərlər, zira hər işin əsli bilinməsə, ol iş kəmahı və həqiqət bilinməz. Münacat. Burada bir şey yazıbdı, amma oxuya bilmirəm, bu nə deməkdir? Münacat etnə mənə. İsa ibn Məryəm əleyhissalam görür ki, bir məscidə şeytan girib çıxar. Həzrət İsa əleyhissalam sual etdi, ya məl'un, nə üçün böyle girər çıxarsan, dedi şeytan. Dedi, əlbəttə buna şey dedi, Həzrət İsa buyurdu. Dedi, şeytan etdi, içəridə bir cahil namaz qılır və bir alim uyur. Ol namazıda turani azdırmaq istərin, amma ol iyi aləmdən xof edərin. Ol iyi alimdən, ol uyar alimdən xof edərdin, dedi. Dəlil, bir alimlə bir cahil soməyə girmişlər, çillə çıxarmağa. Hər gün ənva-i vücuhi ilə şeytan bunları yoldan irməğə mülazimət qıldı. 39 gün tamam oldu, bir gün qaldı. Şeytan əleyhillənə əlinə bir ədəs aldı. Ol cahil kişi qatinə gəldi. Eydər, ya filan, iş bu dünya bu ədəs içinə sığımı? Ol cahil eydər, dünya qəndə bir danə mərcimək qəndə. Dünya qəndə bir danə mərcimək qəndə. Çün şeytan bunu eşitdi, bəqayət şad oldu. Bunun işi tamam oldu, diyor. Ol alim qatinə vardı, etdi. İşbi dünya bir danə ədəs içinə sığı mı? Dedi. Cavab edər, Haqqı Teala qadir, bu ədəsi elə böyük edər kim? Bu qədər dünya içinə sığa və dilərsə, şul qədər küçük edər kim? Xəşxaşın danəsinə sığa deyədi. Bu eşidəcək şeytan qatindən məlul olub, qaçdı getdi. Pəs insan gərəkdir kim? Əşyaya nəzər qılıb Haqqı Teala'nın vəhdaniyyətin və qüdrətin görüb köklünə heybət birəğə, ibadətə və taətə məşğul olə. Və dəxi bilgil ki, bu elm həvasidir dərlər. Bu elm musiqi, həvayi dərlər. Zira geçən isə məcmu əşya mütəhərrik olur. Pəs insanın bir rükni dəxi həvadır. Geçən bu elmidən səminə irəşsə, ol dəxi vəcdə gəlir. Zira ustadilər bu elmi dürlü elmidən istixrac qılmışlardır. Əvvəl elmi hikmətdən, ikinci musiqini deyir ha. Əvvəl elmi hikmətdən, ikinci elmi heyətdən, üçüncü elmi tibdən, dördüncü elmi nücumidən. Bəs 4 dənə elmidən deyir ki, bu musiqini ələ gətiriblər. Fəlsəfə,
heyət, yəni göyləri tanımaq, tibb, sağlıqlıq və dördüncüsü elmi nucum. Bu da ulduzlar. Heyət ilə ulduzların fərqi olur. Heyət ehtimal verirəm. Mən bilmədiyim üçün bunu özümdən deyirəm. Heyət göyləri, varlıqları, amma nucum deyəndə fəqət bu səyyarat, sitarələr, ulduzları və gəzəgənləri nəzərdə tutur. Amma mən bunların çox da fərqini bilmirəm. Heyət ilə nucumun fərqini doğrusunu axtarsaz bilmirəm. Pəs 12 məqam 12 budur. Burca 12 məqam 12 burca müşabih qıldılar. Əvvəl 12 məqam budur. 12 məqamın adlarını sayırdı. Bab-ı əvvəl fi zikri məqamat. Məqamları əvvəl sayacaqdı. Əvvəl rast, ikinci Əraq, üçüncü İsfahan, dördüncü Zirafkəndə, dördüncü Zirafkəndə, beşinci Uşşaq, altıncı Bəzrək, yedinci Nəva, səkizinci Hicab, dokuzuncu Hicaz, səkizinci Hicaz, dokuzuncu Zəngülə, 10-cu Hüseyni, 11-ci Busələk ya Buslək, Busəlik də ola bilər. 12-ci Dəhavi. Ahənglər bu da adların dedi, yazdı. Biz də bunu əlbəttə bir ayrı kitabda bunları oxumuşduq, amma burada bir-iki də Zəngüləni indi burada gördüm, nəzərimə gəlir ki, oralarda görməmişdi. Bir də burada bir ayrısını dedi ki, orada görməmişdim, Zirafkəndə. Bu iki dananı o birisi kitablarda görməmişdim. Ya görsəm də yadımda deyil. Çünki kitabda oxumadıq kamil ki, görək. Var deyə yoxdur. 10-cu Hüseyni, 11-ci Busəlik, 12-ci Dəhavi. Dəhavi dedik ki, bu da tazadır. Dəhavi, Zəngülə və Zirafkəndə burada taza oldu. Və dəxi bilinə ki, bu 12 məqamın 4-ü xariyabisdir. Xariyabis, sonra tozih verəcək ehtimalən yabis nədir, rütəb nədir, bunları tozih verəcəkdir. Mən bunları oxumuşuq qabaqcan, amma zehnimdə deyil. 4-ü xariyabisdir və 4-ü xari rütəbdir və 4-ü xar ehtimalən o sazları bərkidir, boşaldır, onların adları olacaq. Xar o olacaq. Yabis nə deməkdir? 4-ü xari rütəbdir və 4-ü bariddir, tibdir. Barid rütəbdir. Hamısı rütəbdir, şirindir. Rütəb xurma, xurma şirin deməkdir. O musiqilərin havalarını deyir ki, onların 4-ü. Xari. Bir də oxusam. Xari yabisdir. Yabisin mənasını bilmədiyim üçün qalsın. 4-ü xari rütəbdir. O xurma kimi şirindir. Və 4-ü baridi rütəbdir, soyuq xurmadır. Və 4-ü baridi yabisdir. Yabisin soyuğudur. Pəs biri yabisdir, biri yabisi, biri rütəbdir. Bu iki dana heç zatları yoxdur. O birislər biri yabis, soyuq yabis, biri də soyuq rütəbdir. Və dəxi əslində bunlardan əvvəl rast xar yabisdir. Bunların hamısından başla və dəxi əslində bunlardan əvvəl, bunlardan qabaq gələn rast xari yabisdir. Rast xari yabisdir nə deməkdir? İkinci Əraq xari rütəbdir. Üçüncü İsfahan baridi rütəbdir. Dördüncü Zirafkəndi baridi yabisdir. Hərəsi 2 dana olur da, yəni beləsi deyək ki, 12 dana çıxsaydı, bir barid olur. Məsələn, İsfahanın özü deyək, barid olur, üzr istəyirəm, yabis olur. İsfahan yabis, rütəb, yabis rütəb, üzr istəyirəm, barid rütəb, barid yabis. Bu 4 dana yenə İsfahanın üstünə gəlir. Bu 4 müvafiq bu iki şərdir.
Əvvəl rast müvafiq. İndi burada rastlıdan da danışır. Nə deməkdir? Bunlar musiqi şeydirlər. Daha mən bunu davam etməyim. Bu qədər məni görər. Amma gedək o əlbəttə bunu adam musiqini öyrənər də. Yəni bunu oxusa, mən fikirlərim çox sadə yazıbdır. İndi burada gəlir bu səhifə PDF-də 14-cü səhifədə. Zira hər kişi idraki yetdikcə qəlbidir. Bu tərkibatlar müəyyən olunmadı. Vallahu a'lem və dəxil. Bu dairələr ol avazları kim ondan məqam və məqamlərdən kim şöbələr hasil olmuşdur. Nə nəlik təbiəti ilə müvafiqdir. Onları bəyan edəlim. Bunları 6 dairədir. Vallahu a'lem. Burada da 6 dairədə hər dairənin içində dairəni dedim 1, 2, 3 dənə dairədir. Birinin ortasında heç hesab yazılmayıbdır. O birisi 5 dairənin ortasında da yazılıbdır. Hər dairə 3 dənə dairə bir-birinin içindədir. Bunu 4 yerə bölübdür hər dairəni və hər dairə üçün bir şey yazıbdır. Məsələn, burada yazır ki, dairəyə əvvəl, birinci dairənin ortasında hissat yoxdur. O ortasında olmayan üstündəki ikinci dairə ki, yekədir. Bir məqam, rast, məqam. 3 dənə məqamı var, bir dənə rastdır. Onun üstündəki dairədə hisar-ı şöbə, ovc-i şöbə, məxirdir, nəxir-i şöbə, nəhüfd-i şöbə. Bu da o 3-cü eşikdir və eşikdə badi, xaki, abi, atəşi. 4 dənə dairənin eşiyində yazılar var. Yəni bunlarla tərkib olmalı. Avazı silmək ya silmək avazə belə bir şey yazıb bu ikinci dairənin içində. Dairənin yap vəsəti silmək avazdır. Yəni bu bir növ həttəmən bir məqam. Üstündə məqam, bəzərək ya büzürk, məqam, İraq. Bu 4 dənə burada var. Ondan sonra 3-cü dairədə Noruzi ərəb şöbə, mahuri şöbə, müxalifi şöbə, Noruzi əcəm şöbə. Onun da eşiyində, yəni indi bu 5-ci dairə olur əslində, açıqdır hər yerə. 4 dənə yenə yazıbdır. Rütəb, təbəha, xaki, havayı. Bu indi təbəha ya səbəha nədir, onu da yenə bilmədim. Burada 6 dənə dairəni beləsi davam edir. Sonra burada bir ayrı, bunlar dəxi tamam oldu. Bu 7-ci dairə odən, sudən, yeldən, topraqdan Qəngis sənə mütəlliqdir. Qəngisinə mütəlliqdir. Ani bəyan edər və bu dairə əsl şöbələri və avazları və burcları təbayirlərin bəyan edər. İndi burada o bir dənə ayrı dairə çəkibdir. 1, 2, 3, 4, 5 dənə dairədən ibarətdir. Hər dairənin özünün də içində bölümləri fərqlidir bir-biri ilə. Burada da məcmui bu şeyləri burada yazıbdır, göstərir. Gedək kitabdan son səhifəyə baxaq. Görək ki, əlbəttə burada bir dənə daha bir şey yazıbdır. Buna da baxaq. 20-ci səhifəyə gələndə deyir ki, Zəngülədə bir pişrö söylədi. Dəvə işidi. Suyu onitdi. Xacə bəqub heyran oldu. Xacə sakin oldu. Dəvə yenə həmlə qıldı. Xacə yenə bəşlədi. Məhsəl kəlam kərat ilə sənət göstərdi. Xalq aləm dəxi heyran məst oldular. İlə hazəl an, bu elm böylə qaldı və bundandır sonra tərkibləri söyləyəlim. Nədən hasil olmuşdur? Bab-ı rabi fi zikr tərkibatı این است. اول سبز اندر سبز از تألیف محمد لاله و جدول ثمانیه در آن جانب مکتوب است. Burada başladı biraz farsça yazmağa. Məhəmməd Lalənin kitabına
istinad edir. Ki o da bir cədvəl çəkibdir. 4 dana otağı vardı. 4 otaqlı bir cədvəl çəkibdir. Əvvəl çarqah, sani bəzrək, salis Hicaz, rabi mayə, xamis پنجگاه، سادس دهاوی، سابع نهفت، samin əzal. Bu 8 cəm edib lalə-i səbz əndər səbz diva diye ad verdi. Bunun adına lalə-i səbz əndər səbz deyibdi. Bu 8-ə. Bəstə nicar oldur ki, çargah ağaz edə, zəngülə göstərə, secah qərar edə, burdürlü dəxi, bəsti nicar oldular ki, rast ağaz edə. Görürsünüz ki, devam edir musiqini. Devam edir. Musiqini devam edir və beləsi gedirik. Mən kitabın sonlarına tərəf hərəkət edirəm ki, bir dənə ərəbcə şeir var burada, orada demişdik. Uşaq adında مراقد حسن است چو راست در پرده بوسلک دهاوی نواست چون گشت بزرگ در یا بزرک در سفاهان عراق زنجوله حجاز کوچک اندر بر ماست. Belə bir şeylə əbiyat ərəb. Dahi burada şeirlər gəlir, bu şeirləri oxumaq lazımdır. Adam bunları musiqini bilmək lazımdır. Bu birisi səhifədə çəngin və udun simləri, xarları necə olacaq, onları göstərir. Sonra da bir ayrısını göstərir. Bu da uddur ehtimalən. Bəli, bu da uddur, udun xarlarını göstərir və kitab qutarır. Bu günləri bu qədər bir kitab, musiqi kitabıyla tanış olduq. Məncə bu çox cəlib kitabdır. Bunu yazan Əbdülqadir Mərağinin kitabını alıbdır önünə. Bunu yazıbdır, amma biz kitabın yazılmasını təəssüflə bilmədik kim yazıbdır və hangi tarixdə yazıbdır. Çünki bunu görmədik. Amma kitabın sonunda bir Əmir Hüseyni yox, bunlar şeirdir. O şeyləri yazıbdır. Bu kitabın nə əvvəlində bir şey vardı ki, yazan kimdir, nə də sonunda bir əlamət vardı ki, bunu yazan kimdir. Amma çox cəlib bir musiqi haqqında bir kitabdır. Çox cəlibdir. Və bu qədər də bu günə yetər. Sağ olun, sağ qalın. Allah Taala ömür verirsə bir ayrı gün türklərin yaratdığı uyğarlıqlardan biri ki, musiqidir. Bu 3 kitabla tanış olduq keçən neçə cələsədə. Tanış olduq bu uyğarlığına. Hangi uyğarlıq bunu yaradıbdır? Dil və düşüncə uyğarlığının yaratdığı yazı uyğarlığı və yazı uyğarlığı bunları tamam bu uyğarlıqların hamısını içine alır və biz hər kitabda bir uyğarlıqla danışır oluruq və bir adamla ya bir adamın düşüncə dünyası ilə ki, o adam özü bu düşüncəni yaratmır. O toplumun o məqtəi tarixdə heç olmasa bir hissəsi bu cür düşündüyü üçün o kitabda yer alır. Sağ